Şagirdlərimiz, ilk öncə hər birinizi salamlayırıq. Bugün məktəbimizdə regional medianın inkişafına yardım ictimai birliyinin, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair görüş baş tutacaqdır. Tədbirimizi Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə açıq elan edirik. Allah şəhidlərimizə rəhmət eylesin. Bugünkü tədbirimizdə regional medianın inkişafına yardım ictimai birliyi sədr müavini və ölkəmizin ilk uşaq zamanının baş redaktoru Bəli Şükverdiyev də iştirak edir. İstərdik sözü Bəli müəllimə. Çox sağ olun. Əvvəlcə təşkilatçılığa görə təşəkkür edirəm. Daha sonra ötən gün Beynəlxalq Müəllimlər Günü münasibətilə sizi, kollektivinizdə çalışan bütün müəllimləri təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Eləcə də yeni tədris ili ilə bağlı burada əyləşən bütün şagirdləri, övladlarımıza uğurlar arzulayıram. Uğurlarınız bol olsun, zehniniz açıq olsun. Bugün bizim tədbirin əsas məqsədi Azərbaycanda bilirsiniz, Vətən müharibəsindən Azərbaycan 44 günlük Vətən müharibəsində böyük bir zəfər əldə elədi. Şuşanın əldə olunması ilə 44 günlük Vətən müharibəsi başa çatdı və bu müharibənin bitməsi, orada Dağlıq Qarabağ, keçmiş Dağlıq Qarabağ indi həmin ifadə istifadə olunmur. Həmin ərazidə yaşayan separatçı qüvvələrə həm də bir şans demək edir ki, bunlar məlum separatist əməllərindən əl çəksinlər, amma təəssüflər olsun ki, onlar bu yolda əl çəkmədilər və Azərbaycan ordusu bir neçə il bundan öncə cəmi bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bütün ölkə ərazisində bərpa etdi. Və həmin döyüşlərdə Xaçmazdan 12 şəhid torpaqlarımız uğrunda canlı verdi. Onlardan biri bugün bizim
tədbirin əsas mövzusu olan polkovnik leytenant Vüsal Rüstəmov həsr olunur. Bəlkə çoxları bilmir, Vüsal Rüstəmov Xaçmazlıdır və bizim bugün tədbir keçirdiyimiz məktəbdən cəmi 1 kilometrlik məsafə ayrılır onun evi ilə. Vüsal Rüstəmov həm də 44 günlük vətən müharibəsində iştirak ilə bərabər aprel döyüşlərində iştirak edib, böyük şücaət göstərib və antiterror tədbirləri nəticəsində şəhid olan ən yüksək rütbəli zabitimizdir. Bilirsiniz, Vüsal Rüstəmov qərargah rəisi olub. Hərbidə olmayanlar, uşaqların məlumatı olmayan şəxslər üçün mən bildirim ki, ümumiyyətlə qərargah rəisləri döyüşü idarə edən şəxslərdir. Onlar adətən birbaşa döyüşə atılmırlar. Amma Vüsal Rüstəmov bir komandir kimi, bir vətənsevər insan kimi, vətənpərvər bir hərbçi kimi öz döyüş yoldaşları ilə bərabər döyüşə atılıb və qəhrəmancasına şəhid olan igidlərimizdən biridir. 2 övladı qalıb. Qısa müddət mənim çıxışımın sonunda biz sizə Vüsal haqqında qısa bir video çarx da göstərəcəyik. Bizim məqsədimiz sizə burada tarix dərsi vermək deyil. Ümumi rəsmi çıxış edib sizin bildiklərinizi bir daha təkrarlamaq deyil. Bizim məqsədimiz ondan ibarətdir ki, biz Vüsalın timsalında sizə vətən sevgisinin necə bir hiss olduğunu aşılamaqdır. Yəni, vətən sevgisi təkcə vətənə silahla alıb qulluq eləməkdən ibarət deyil. Vətənə sevgi sizin valideynlərinizə, ailənizə, məktəbdə müəllimlərinizə olan hörmətdir. Vətənə sevgi sizin bugün əsas vəzifəniz olan dərslərinizi yüksək səviyyədə oxumağınızdır. Vətənə sevgi buradan başlayır. Yəni, bu insanlar, bilirsiniz, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, atəşkəs dövründə bilirsiniz, bizim xeyli şəhidlərimiz olub, antiterror tədbirlərin nəticəsində şəhid olan insanlar, onlar təkcə torpaq uğrunda şəhid olmayıblar. Onlar həm də burada əyləşən, bizim, sizin ləyaqətimiz, başımızın dik olmağı uğrunda şəhid olurlar. Bilirsiniz, vətən deyəndə bunlar biraz müxtəlif, bəzən pafos anlaşılır. Vətən xəritədə göstərilən torpaq hissəsi deyil. Vətən sizin evinizdir, vətən sizin məktəbinizdir, vətən sizin doğulduğunuz, boya başa çatdığınız rayondur, vətən sizin uşaqlığınızdır. Və o şəhidlər ona görə canlarını qurban veriblər ki, siz öz uşaqlığınızı doğru, dürüst yaşaya biləsiniz. Bilirsiniz, həyatda müxtəlif çətinliklər olur. O müxtəlif çətinliklərin öhdəsindən gəlmək bu insanlığın təməl vərdişidir. Yəni, bu insanlıq müəyyən aşamalardan, çətinlikləri keçə-keçə, yəni mübarizədir bir növ. Bu mübarizədən indi sizin əsas mübarizəniz xüsusilə yuxarı sinif şagirdlər üçün öz nəfsiniz, öz iradəniz uğrundadır. Çünki siz bugün, mən müxtəlif tədbirlərdə çıxış edəndə həmişə deyirəm, oxumağın əziyyəti bir neçə ildir, yəni sayılı illər olur. Siz misal üçün 11 il məktəbdə oxuyursunuz, 4 il universitetdə oxuyursunuz, 2 il magistratura oxuyursunuz. Yəni sayılı illərdir bu 5, 6, 7, 8. Amma oxumamağın əziyyətini insan, orta statistik Azərbaycanda 75 il insan ömrü var. Yəni siz təsəvvür edin, oradan 20 il çıxsaz, siz 50 il oxumasaz əziyyət çəkəcəksiniz. 50 il oxumasaz əziyyət. Söhbət
hamının ali təhsil almaq kimi bir öhdəliyi yoxdur. Vətəni sevmək həm də hansı peşədən asılı olmayaraq, harda olmağından asılı olmayaraq həmin işi doğru dürüst görməkdir. Siz yaxşı müəllim ola bilərsiniz, elə müəllim olmalısınız ki, sizin şagirdləriniz həmin ixtisası, sizin tədris elədiyiniz fənni ürəkdən sevsin. Siz yaxşı həkim ola bilərsiniz, insanlara elə xidmət göstərməlisiniz və ya göstərəcəksiniz ki, onlar daha çox sizi xatırlayacaqlar. Və yaxud siz yaxşı bir usta olacaqsınız, işinizə elə görəcəksiniz ki, insanların sizə ehtiyacı olacaq. Nə istəyirsiniz, hansı peşəni seçməyinizdən asılı olmayaraq vətənə, yəni o həmin seçdiyiniz ixtisas üzrə, həmin seçdiyiniz peşə üzrə xidmət eləmək sizin ən böyük sorumluluğunuzdur. Bilirsiniz, bugün dünyada müxtəlif sizin bir neçə il bundan öncə, siz yəqin ki, 90-cı illərin əvvəllərində burada müəllimlər o dövrləri bəlkə də xatırlayarlar. İndiki məktəblərdə indiki belə şərait yox idi. Mən şəxsən öz təcrübəmdən sizə danışıram. Biz bir kitabı oxuyurduq. Mən tarix, daha çox humanitar fənlər üzrə ixtisaslaşmışdım. Həm də 3-cü qrupa hazırlaşdığıma görə. Bizim bir 3-4 dostumuz var idi. Bir kitabı bizim tarix müəllimimiz, rəhmətli Cavad müəllimdir, yəqin tarix müəllimi xatırlayır, bilir. Yetkin müəllimin atası, bəli. Yəni biz o kitabı əl-əl gəzdirirdik. Saatlara bölmüşdük, vaxtlara. Birin həmin müddətdə maarif oxuyursa, 1 saatdan sonra biz aparıb həmin kitabı çatdırırdıq. Həmin o digər sinif yoldaşımız oxuyur. Sizin belə bir çətinliyiniz yoxdur. Sizin məktəbə odun daşımaq kimi belə bir çətinliyiniz yoxdur. Sizin, nə bilim, həmin dövrdə valideynlərimizin indi mən ümid edirəm ki, heç kimin qidayla bağlı çətinliyi yoxdur. Heç kimin geyimlə bağlı çətinliyi yoxdur. Yəni bunların hamısı sizin üstünlüklərinizdir və bu üstünlüklərdən mütləq maksimum faydalanmaq lazımdır ki, vətənimizə, dövlətimizə xeyirli vətəndaş olaq. Bilirsiniz, bugün dünyada müxtəlif elm sahələri inkişaf edir. Bir neçə ildən sonra, bir neçə illərdən sonra elə peşələr olacaq ki, onu artıq robotlar, süni intellekt əvəz edəcək. Və siz də oxumaqla təkcə öz həyatınızı deyil, rayonunuzun həyatını deyil, ailənizin həyatını deyil, ölkəmizin həyatını dəyişə bilərsiniz. Bilirsiniz, yəni sizə bəzən öz yaxın dostlarınız, ailəniz, hətta yaxın çevrəniz də deyər ki, siz bacarmarsınız. Amma sizin bacarmadığınız, sizin bugün əldə edə bilməyəcəyiniz heç bir şey yoxdur. İnanın mənə, dünyada artıq sərhəd deyilən bir şey, anlayış qalmıyor. Yəni, bilik əldə eləmək istəyən insan, savad əldə eləmək istəyən, bugün bu telefonların üzərində olan proqramlarla siz iqra oynayıb vaxtınızı belə itirə də bilərsiniz. Buradan yaxşı, faydalı məlumatlar əldə edib, biliyinizi, savadınızı artırıb, daha çox faydalı ola bilərsiniz cəmiyyətə. Bugün Qubada Türk liseyində oxuyan Tural adlı bir oğlan var. Bəlkə internetdə siz rastlaşmışsınız onunla. Yəni, onun kəşf elədiyi, onun icad elədiyi, onun inkişaf elətdirdiyi proqramlar bugün dünyanın ən böyük şirkətlərindən birinə, Facebook'a, Twitter'ə satılır və onlardan alıb istifadə edirlər. Yəni, o Qubalıdır, sizin gördüyünüz buradandır. Və eləcə də Xaçmazda sizin tanımadığınız, bilmədiyiniz, bəlkə elə bir məktəbin məzunları elə vəzifələrdə, elə yerlərdə işləyirlər ki, bunlar sizin üçün bir motivasiya mənbəyi olmalıdır. Ona görə də, əziz dostlar, mənim sizdən xahişim, eləcə də mən inanıram ki, yəni bizim şəhidlər qarşısında, vətən qarşısında ən böyük borcumuz yaxşı oxumaq, yaxşı təhsil almaq, müəllimlərin sizə verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir. Bilirsiniz, bugün Vüsalın 2 övladı atasız böyüyür. İndi valideynin bir insan üçün, bir uşaq üçün həyatdakı
rolun nədən ibarət olduğunu sizə anlatmağa məncə ehtiyac yoxdur. Siz hamınız yetişkin şəxslərsiniz, yüksək savada sahib uşaqlarsınız, şagirdlərsiniz. Yəni bir insan, gör indi vətən sevgisi ona necə böyük bir ilham veribsə, o övladlarının atasız böyüməsinə, eləcə də Azərbaycan xalqının, sizin, bizim aydın səma altında azad, firavan yaşamağımız üçün canından keçib. Və ümid edirəm ki, siz də bütün bunların hamısının qarşılığı olaraq sizin vətənə ən böyük borcunuz, ən böyük faydanız nə ola bilər? Yaxşı oxumaq, sizə verilən tapşırıqları yerinə yetirmək, məktəbiniz üçün, özünüz üçün, valideynlərinizi sevindirmək. Bilirsiniz, heç kim bir neçə ildən sonra, bu həyatın təbii qanunudur, bir neçə ildən sonra hamı valideynlərini itirir. Siz özünüz də valideyn olacaqsınız. Amma oxumadığınız müddətdə, təhsil almadığınız müddətdə həmin dövrləri, indiki dövrü xatırlayacaqsınız bəlkə ki, siz də övladlarınıza xoş gün, yüksək nəticəli təhsil, yüksək reytingli universitetlərdə təhsil almaq üçün mütləq siz özünüz təhsilli olmalısınız. Ümumi statistik rəqəmlər də bunu göstərir. Bəlkə bizim pedaqoji işlə birbaşa hər gün məşğul olan müəllimlərimiz də təsdiq edir. Valideyni savadlı olan uşaqların nəticələri həmişə birbaş üstün olur digərlərindən. Yəni, bu o demək deyil ki, valideynləri, mənim hər iki valideynimin heç birinin ali təhsili yox idi. Amma məsələ ondan ibarətdir ki, mənim müəllimlərimin mənə verdiyi düzgün istiqamət göstərdiyi yol sayəsində bugün mənim qardaşım, mən ali təhsil almışıq. Mən 2 universitet bitirmişəm. Türkiyədə, Böyük Britaniyada müxtəlif layihələrdə, müxtəlif qurumlarda təcrübə keçmişəm. Məsələ, bunu özümü tərifləmək üçün demirəm. Yəni, məsələ oldu ki, bunu siz eləyə bilərsiniz. Mən demək olar ki, sizlə qonşuyam, məktəbin yanında qalıram. Yəni, məsələ olur, əlçatandır. Nümunələr kifayət qədər çoxdur. Sadəcə sizdən tələb olunan, sizdən xahiş olunan yeganə şey, yeganə tələb olunan ibarətdir ki, oxuyasınız. Vəssalam. Yəni, bunun faydasını birinci siz özünüz görəcəksiniz. Siz bunun faydasını, sevincini sizin valideynləriniz bölüşəcək. Bunun faydasını, sevincini, həyəcanını sizin müəllimləriniz bölüşəcək. Eləcə də sizin gələcəkdə bu həm də övladlarınız üçün bir yatırım olacaq. Mən bir daha sizə təşəkkür edirəm, hamınıza uğurlar arzulayıram və bir şeyi xatırlatmaq istəyirəm ki, siz bizim, bundan sonra inşallah ki, bizim müharibə kimi bir problemimiz olan deyil, biz Qarabağı, ümumilikdə ərazi suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa eləmişik. Amma unutmayın ki, biz mənfur düşmənlə üz-üzəyik. 5 ildən, 10 ildən sonra və yaxud qısa müddətdən sonra biz iki ölkə arasında sülh də imzalanacaq, sənədlər də açılacaq. Biz buradan ora, oradan bura gedib gələnlər də olacaq. Amma bizim əsas məqsədimiz odur ki, biz o qan yaddaşımızı unutmayaq. Xatırlayaq ki, bizə Xocalıda, 1-ci Qarabağ müharibəsində, eləcə də digər Kəlbəcərdə mənfur düşmən bizə nələri yaşadı. Bu həmişə şuurumuzun, beynimizin bir hissəsində qalsın. Bir daha sizə təşəkkür edirəm. Yeni tədris ilində sizə uğurlar arzulayıram. Ümidvaram ki, yaxşı nəticələrlə siz növbəti tədris ilində ali məktəbə qəbul olmaqla hamını sevindirəcəksiniz. Bir daha təşəkkürlər. Çox sağ olun. Şagirdlərimizdə vətənpərvərlik ruhunun artırılmasında mühüm rola malikdir. Təşəkkür edirik. İndi isə çıxış üçün sözü məktəbimizin tarix müəllimi Kazım müəllimə vermək istəyirəm.
Şimdi bir daha sizi salamlayıram. Hoş geldiniz. Bu tədbir təşkil etməyinizə görülmüş. Həqiqətən mən bu tədbirə gəlməyinizdən bilmirdim, sağlıqlı olayım. Tədbir Vüsalı şəxsən sandırma yoxsa. Mən sizin onu danışmaq istəyəm şərəfdən də həqiqətən də çox çətindir. Antiterror əməliyyatları Azərbaycan tarixində həyata keçirilən ən qısa, amma həqiqətən də uzun müddət unudulmayacaq bir tədbir idi ki, 2023-cü il sentyabrın 19-undan 20-sindən keçən gecə Azərbaycan ordusu separatçı rejimin bizə qarşı törətdiyi tədbirlərin qarşısını almaq üçün həyata keçirildi. Separatçı rejim dedikdə Dağlıq Qarabağ Respublikası nəzərdə tutulur. Çünki Azərbaycan ərazisində ermənilərin 1991-ci il 3 sentyabr tarixində yaratdığı bir rejim idi. Bu təbii ki, biz üçün pis idi. Bir ölkə daxilində Azərbaycanın ərazisini bölüb özləri bir rejim yaratmışlar. Bu da təbii ki, Azərbaycanın suveren hüquqlarının pozulmasıydı, ərazi bütövlüyünün pozulmasıydı və bunun hər əslində bizə qarşı həmişə bir tədbir göstərdilər, bir təxribat törədiblər. Təbii ki, bunun qarşısını almaq da çətin, asan deyil. Hər dəfə də ya şəhid verir, ya müəyyən bir mülki binaları dağıdırlar və s. Bilirik ki, Azərbaycan müstəqilliyi 1991-ci il 18 oktyabrda əldə etdi. Həmin müstəqillik etmək də çətin idi. Bunun kökləri 1988-ci il Dirçəliş gününə təsadüf edir ki, o zaman yenə Şuşada qondarma rejimin toplama məşqəsinin qırılması ilə başlamışdı və 1988-ci il noyabr ayının 17-sində Azadlıq meydanında yarım milyondan çox əhali məhz azadlıq, suverenlik şüarları səsləndirdi. Suverenlik elə belə bir ifadə deyil. Suverenlik ölkənin ərazi bütövlüyünə sahib olması deməkdir və onun hər bir nöqtəsində bayrağımızın dalğalanması deməkdir. Və 1991-ci ildə artıq biz müstəqilliklə elan etdik oktyabrın 18-də tam suveren hüquqlarımız yox idi. Yəni ondan bir qədər əvvəl dediyim kimi Dağlıq Qarabağ Respublikası yaranmışdı. Bu da bizi ürəyimizdə bir necə deyim, bir xult idi. Yəni bunu buradan ləğv eləmək lazım idi. Və Qarabağ müharibəsi 1994-cü ildə birinci bitdi, amma atəşkəs elan olsa da yenə bizə qarşı tədbirlər görülürdü. 2020-ci il sentyabr ayının 27-sində yəqin hər kəsin yadındadır. 44 günlük müharibə başladı və müharibədə qələbə ilə başa çatdı. Şuşanın alınması ilə noyabr ayının 8-də. Lakin yenə də bəzi ərazilərimiz erməni mənfur düşmənin nəzarətində idi. Yenə biz bununla barışmırdıq, amma biz güzəştə getdik, müqavilə bağladıq. Onlar 5 il müddətində vaxt verildi, lakin əməl edilmədi. Və təbii ki, onun havadarları var idi. O havadar dövlətlər də burada bizim sakitçiliyi, suveren bir şəkildə yaşamamızı istəmirdi. Və sonunda sentyabr ayının 19-unda 2023-cü ildə görülən 23 saat 40 dəqiqəlik əməliyyat nəticəsində Azərbaycan həmin qondarma rejimini ləğv etdi. Onun bayrağı demək olar ki, yerə atıldı, yandırıldı və bir qurum kimi ləğv edilib müstəqilliyimizin, yəni o suveren hüquqlarımız tam bərpa olundu və bütün ölkə daxilində Azərbaycan bayrağı dalğalandırıldı. Bundan bir il sonra, sentyabr ayının 19-u 2024-cü il Cənab Prezidentin 294 nömrəli fərmanı ilə hər il ölkədə 20 sentyabr suverenlik ilinin qeyd olunması kimi bir fərman verildi ki, məhz 2024-cü il dekabr ayının 29-u yenə məfhul fərmanla 2025-ci il Azərbaycanda suverenlik və konstitusiyalı kimi qeyd olundu. Və bu antiterror əməliyyatı nəticəsində dediyimiz kimi ən çox şəhid verən rayonlardan biri də Xaçmaz idi. Bayaqlar sizin dediyiniz kimi 12 şəhidimiz oldu. O şəhidlərin dəfn günü yadındadır. Gecə saat 10-da da dəfn var idi, yəni projektor, yəni işıqların altında. Yəni bu şəhid olmaq düzdür, böyük bir zirvədir, amma şəhidlik insanın qanundan gəlir. Yəni vətənpərvərlik ruhları lazımdır onun üçün. Və o şəhidlərdən biri də düzdür, yüksək rütbəli idi. Tezər qərargah rəis təyin olmuşdu Qusar rayonuna. Və özü şəxsən getdi, ilk döyüşlərdə özü də iştirak etdi, güclü kəşfiyyatçı idi və Polkovnik Leytenant Vüsal burada şəhid oldu. Təbii ki, Xaçmazımızın qürurudur. Bir də Allah ona rəhmət eləsin. Sizə təşəkkür ederim. Tədbirimizin sonunda isə uşaqlar şəhid Vüsal Rüstəmovun xatirəsinə həsr olmuş videorolik nümayiş ediləcək. Polkovnik Leytenant Vüsal Rüstəmov
Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, qisas əməliyyatında düşmənə qarşı ön sırada yer almışdı. Bu qanlı savaşlarda dəfələrlə ölümlə üz-üzə gəlsə də sağ qalmağı bacarmışdı. Qarabağ İqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da döyüşə ilk atılanlardan olub. Xocalı ərazisində şəhidlik zirvəsinə ucalan Vüsal yaddaşlarda qəhrəman döyüşçü, peşəkar zabit və qayğıkeş ailə başçısı kimi qalacaq. 6 yaşından idmanla məşğul idi. 7-8 dəfə karate üzrə Azərbaycan çempionu olmuşdu. Və ondan sonra özünü də həvəs yarandı ki, hərbiyə getsin. Sənədlərini 2002-ci ildə Heydər Əliyev adına Ali məktəbə verdi və ora daxil oldu. Qalxmış hərbi hissənin qərargah rəisi vəzifəsində çalışırdı. Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Xocabəndin azad olunmasına görə medalları ilə təltif edilib. O şanlı qələbə ilə başa çatan Vətən müharibəsindən sonra da tədbirləri zamanı düşmənlə döyüşə atılan birləşmələrin ön sırasında yer alıb. O vətəninə, dövlətinə çox bağlı idi. O çox qeyrətçi, vicdanlı olaydı. O istəmirdi ki, o buna tam hazır idi. Antiterror tədbirləri başlayanda Vüsal Rüstəmov Xocalı ərazisində döyüş tapşırığını yerinə yetirib. Qəhrəman onun Şahin və Səma adında 2 övladı yadigar qalıb. Gəldi mənimlə görüşdü. Görüşəndə mən dedim, sağdır, sənə qurban olum, mən ona. Gəl, özünü qorub, sənə qurban olum, mən ona. Deyəndə o da deyirdi ki, ay məbəs bu vətəni kim qorusun? Ayın olmuş ki, bu çağ gəlməyəcək. Polkovnik Leytenant Vüsal Rüstəmov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına Tədbirləri təşkil etməyə çalışırıq. Sizin tədbiriniz də çox xoş oldu. Təşəkkür edirik. Sağ olun. Все.